Bəs büdcə olaraq sizcə bu bir olmalıdır yoxsa Mütləq surətdə. Yəni xanımla kişinin büdcəsi bir olmalı. Büdcəsi eyni olmalıdır. Niyə belə düşünürsüz? O deyim var ya, yəni mən pulum, sən pulun. Xeyr. Ya səhv deyim. Xeyr. Bilirsiniz necə? Elə qadın özü kişiyə o güvəni verməlidir. Yəni qadın qazanırsa, o da gətirib büdcəyə qoymalıdır ki, yəni bu o pişidir. Bəli. Və mən istədiyim vaxtı öz büdcəmdən artığını da yoldaşımdan götürə bilərəm. Yəni büdcə əgər ortaqdırsa, düşünürəm ki, daha sağlam olacaq. Daha sağlam münasibət olur, daha şəffaf münasibət olur. Bilirsiniz necə? Mamamın bir sözü var həmişə, deyir, düz əyrini kəsir. Yəni mən əgər bugünkü gündə qazancımı gətirib şəffaf masaya qoya bilirəmsə, qarşımdakı insana güvəndiyimdəndir. Eynən də o. Eynən də o. Çünki münasibətlər də qarşılıqlı olmalıdır.